Salam, hörmətli tamaşaçılar. Elm TV-nin növbəti buraxılışında sizləri xoş gördük. Bugünkü qonağımız AMEA Fəlsəfə Sosiologiya İnstitutunun şöbə müdürü, fəlsəfə elmləri doktoru Xatirə Quliyevadır. Xatirə xanım, xoş gəlmişsiniz. Təşəkkür edirəm. Çox sağ olun, dəvət etmişsiniz. Xatirə xanım, siz 1985-ci ildən Milli Elmlər Akademiyasında fəaliyyət göstərsiniz və uzun illər Azərbaycanda fəlsəfə elminin inkişafına xidmət göstərmişsiniz. Mənə maraqlıdır, sizin üçün Milli Elmlər Akademiyası hansı anlam daşıyır? Çox maraqlı sual verdiniz. Milli Elmlər Akademiyası dəfələrlə mən çıxışlarımda, yazılarımda ifadə etdiyim kimi mənim üçün məbəddir. Məbəd bilirsiniz ki, müqəddəs məkanlara deyiləndir. Mənim üçün məbəddir. Bilirsiniz ki, Allahın bütün vergiləri kimi elm də vergidir. Və bizə də bu vergi verilibsə, biz Azərbaycan Milli Elmlər Akademiyasında çalışırıqsa və bu 1 il deyil, 10 il deyil, artıq 40 ili əhatə edirsə, bizim üçün Azərbaycan Milli Elmlər Akademiyası bir forma və məzmun olaraq aydındır nədir? Mənim üçün məbəddir, müqəddəslərin məbədidir. Görün, necə bizim dahi alimlərimiz olublar. İndi biz baxanda onlar o vaxtlar adi idilər. Sonradan baxanda görürük ki, necə bizim çox görkəmli, çox güclü alimlərimiz olubdur. Bizim üçün elmi hər tərəfli yolunu açıblar və biz də o yolla gedirik. Ümidvarıq ki, bizim də davamçılarımız olacaqdır. Bu yaxında Cənab Prezident bizim Milli Elmlər Akademiyasına gəldi və məzmunlu çıxış elədi. İstərdik ki, sizin fikirlərinizi Milli Elmlər Akademiyasına dövlət başçısının verdiyi qiymət barədə fikirlərinizi eşitdik. Əlbəttə, deməli bizim Azərbaycan xalqının qüdrətli lideri, 21-ci əsrin güclü lider sərkərdəsi Cənab İlham Əliyev Azərbaycan elminə, biz alimlərə dəyər verərək Milli Elmlər Akademiyasının 80 illik yubileyində gəldi. Elmlər Akademiyasına çox məzmunlu, dərin məzmunlu çıxış etdi. Orada Azərbaycançılıq ideyasını bizim üçün bir daha əsas vəzifə kimi, əsas elmi məqsəd kimi irəli sürdü. Onun tövsiyələri biz alimlər üçün, istər gənclər üçün, istər orta nəsil üçün, istərsə də biz yaşlı nəsil üçün çox nümunəvi tapşırıqlardır. Azərbaycan dövlətçiliyinin qorunmasını, elmi tədqiqatlara tətbiq olunmasını, Azərbaycan dilinin məsuliyyətlə yanaşılması Azərbaycan dilinə, Azərbaycan dilinin qorunması, inkişaf etdirilməsi Cənab Prezidentin bizə tövsiyələrində idi. Eyni zamanda mənim prezidentim deyirəm, mən həmişə yazılarımda, mən tədqiqatlarımda əsas ana xətti, şah damarlı mənim tədqiqatlarım Ulu Öndər Heydər Əliyevin siyasi irsi təşkil edir. Ancaq mən ümumi siyasətlə məşğul bir adam deyiləm. Mən elmi tədqiqatçıyam, mən siyasətçi deyiləm və mənim siyasi şuurum Azərbaycan dövlətinin rəhbəri, mənim prezidentim Cənab İlham Əliyevin yürütdüyü siyasətdir. O siyasəti necə bilirsə, o mənim şuurumdur, mən onu qəbul edirəm. Mən ondan 1 santimetr o tərəfə, bu tərəfə çıxacaq bir vətəndaş deyiləm. Bu öz yerində. Cənab Prezidentim Azərbaycan Elmlər Akademiyasının 80 illiyi münasibəti ilə Azərbaycan elminin inkişafına, Azərbaycan xalqının elminin inkişafına layıqlı töhfə vermiş, onu inkişaf etdirmiş 19 alimi təltif etdi. Onlardan da biri mənəm. Mənə dövlətimin nüfuzlu tərəqqi medalı verildi. Əlbəttə ki, bu sözsüz ki, Elmlər Akademiyasının fəaliyyətinə verilən qiymətdən biri idi və bunda bir məqam olacaq. Mən bir balaca imkan verərlərsə, geniş deyəcəm ki, mənim taleyimdə, mənim elmi alim taleyimdə İsa Həbibəllinin Akademiyanın prezidenti, akademik İsa Həbibəllinin çox böyük bir rolu var. Xatirə xanım, sizin elmi fəaliyyətinizə diqqət yetirdikdə çox maraqlı bir nüanslar rastlaşdım. Sizin çox şaxəli, yəni fəlsəfi istiqamətlər üzrə araşdırmacısınız. Məsələn, multikulturalizm çox vacib bir hazırda ideya istiqamətidir Azərbaycanda. Sonra süni intellekt, bugün həm də dövlət başçısının özünün vacib istiqamət hesab etdiyi bir, belə deyək, məzmunlu bir sahədir. Dünya üçün əhəmiyyətli bir sahədir. Bundan əlavə bizim dövlətimizin müasir Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevlə
bağlı sizin araşdırmalarınız, Azərbaycançılıqla bağlı bu 4 fərqli və 4 həm də yaxın sahələrdir. Amma biri biraz texnoloji, biri biraz daha çox humanitar sahələri. Bunları necə birləşdirdiniz? Yenə bu sualınız da çox maraqlı bir sualdır. Bilirsiniz, insanın beyni informasiya olaraq bir arxivdir. Məyər o arxivdə nə isə var, nə isə yoxdur. Elə sadə bizim mətbəximizdə, bizim qidamızda, bizim süfrəmizdə tək bircə bir qidanı biz qəbul eləmirik ki, orada duz da var, su da var, çörək də var, digər qidalar da vardır. Və insan beyni də elmli bir orqanizm kimi götürülükdə tək bir, əlbəttə alimlər var ki, tək bir elmi sahə üzrə başlayıblar, axıra qədər də davam etdiriblər. Həm indi yüksək texnologiyalar dövrü. Əvvəllər deyirdilər, şəxsən mən çox qarşı, filologiya elmlər namizədidir, fəlsəfədə çalışır. İndi isə artıq elm də təsdiq edir ki, ədəbiyyatın özü ən böyük fəlsəfədir. Tarixin özü fəlsəfədir. İndi bu günləri tarixin fəlsəfəsi, elmin fəlsəfəsi, ədəbiyyatın fəlsəfəsi. Mən deməli 85-ci ildə siz çox doğru dediniz. Mən 1985-ci ildə Ali Məktəbi İncəsənət İnstitutunun teatrşünaslıq 2 nəfərin qəbul olunduğu sırf nəzəri bir fakültəni. Mən elə adamlardan dərs almışam ki, onlar yəni bugünkü elmimizin də həqiqi mənada çox görkəmli şəxsiyyətlərə, görkəmli alim tədqiqatçılarıdır. Deməli, mən teatrşünaslıq fakültəsini bitirəndən sonra mənə aspiranturaya göndəriş verdilər. Mən aspiranturaya təsəvvür edin ki, teatrşünaslıq qutarmışam 5 il. Mənimlə verdi aktyorluq qutaran rus dilində. O, Azərbaycan teatrının tarixini hardan bilə bilər? Bu mümkünsüz bir şeydir. Mən konkursa düşdüm, gəldim rəyasət heyətinə qəbula. Allah rəhmət eləsin, Aydın Məmmədov, eşitmişsiniz də, Azərbaycanın demokratik hərəkatının öncüllərindən olmuş Aydın müəllim Məmmədov. Sonra Qoşqarlı, o ictimai elmlərdə idi, humanitarda Aydın Məmmədov idi. Qoşqar müəllim mənə apardı Aydın müəllimin yanına ki, bəs bu konkursa düşüb də, bəs prezidentin, vitse-prezident Cəmil Quliyevin yanında söhbət oldu, mənə çıxartdı onun yanına, Aydın müəllimin yanına. Aydın müəllimin bu gün də Allah ona rəhmət eləsin, məni dindirdi, mənə suallar verdi. Bir də gördüm gözləri yaşardı onun. Dedi ki, əcəb olub. Əcəb olub, çox yaxşı əcəb olub bizim elmimizə ki, siz konkursa düşmüşük. Bax, əlimi tutdu. Bir piləkan düşdük 3-cü mərtəbədən. Cəmil müəllim 2-ci mərtəbədə oturdu. 2 də elmi katib apardılar mənə Cəmil müəllimin yanına. Cəmil müəllim vəziyyəti eşidən kimi, elə bil ki, hadisələrin tam içərisindədir. Dedi, bəli, indi heç kəs deməz o sözü. Bizi çox uzaqda saxlayarlar. Amma o dövrü deyirəm, elə Sovet dövrü, rejim dövrü. Dedi, bəli, xəbərim var. Bəs o adam tapşırılmışdı, hələ bilirsən deyir, o olacaq deyir, o sahə üzrə, hələ o deyir, müdafiə edəcəyini düşünürük, elm qaçmır. Bu dəfə olmayıb, gələn dəfə qəbul olarsan. Bax, sən harada işləyəcəksən, dedim, heç nə bilmirəm. Get valideynlərinə de, əxlaq, tərbiyəyə baxın, dövrün əxlaqına, tərbiyəsinə. Gedin valideynlərinizdən icazə alın. Deyin ki, 80 manatdır maaş. İcazə verərlərsə, mənim işçiyə, köməkçi işçiyə ehtiyacım var. Mən sizi işə dəvət edirəm. Mən həmişə deyirəm, mənə akademiyaya işə dəvət ediblər. Və mənə o qədər məsuliyyət verdi. Elə bilərdik ki, sadə bir adamdır Cəmil Quliyev, akademik, akademiyanın vitse-prezidenti. Yox, dəhşətli dərəcədə tələbkar, məsuliyyətli bir şəxs. Biz 6-dan 5 dəqiqə qabaq çıxa bilməzdik. Bugün də rəyasət heyətində mənimlə eyni dövrdə işləyənlər var, bilirəm. Ancaq məni götürdülər. İndi işlədiyim fəlsəfə və sosiologiya institutunun direktorunun oturduğu otaqda həmin mərtəbə, 9-cu mərtəbə, bu Sinyon adlanırdı. İctimai elmlər üzrə elmi məlumat mərkəzi idi. Sonra da institut oldu. Orada Abdülqafar Zərgarov məni işə götürdü. Mən işçi idim həmin institutda, amma mən Cəmil Quliyevə kömək edirdim. Onun katibəsi var idi. Amma onun stenoqrafları, hamısı o yazılar var, protokollaşdırma. Yəni, Cəmil müəllimin imkanı hardadır, o qədər gələn məktubları oxusun, yönətsin. Mən onun ən sadiq, ən məsuliyyətli, zəhmətkeş bir işçisi oldum. Ondan sonra da
mənim elmlər namizədliyi dissertasiyam Azərbaycanın elə Mərkəzi Komitəsinin katibi olmuş və Azərbaycanın ən güclü alimlərindən biri olmuş Cəfər Cəfərov. Mövzu Cəfər Cəfərovun ədəbi tənqidi görüşləri müxbir üzvü idi akademiyanın. Amma son dərəcə qeyri-adi bir alim idi. Sonra onun çoxlu kitabları mənə verildi. Mən namizədli dissertasiyamın rəhbəri, dissertantı idim. Rəhbərim mənim Azərbaycan elminin görkəmli alimi Yaşar Qarayev idi. Yaşar Qarayev mənə 7 dəfə yazdırıb namizədli dissertasiyamı. Etiraz zad yox idi. Onun göndərdiyi yolla, istiqamətləndirdiyi yolla elə məsələlər üzə çıxırdı ki, bugün mənim silahım da onlar. Bugün mən onları gedib kitabxanalarda, yəni günlərimi, gecə-gündüz mən çalışır. Özüm mən Maçlağada yaşamış bir adama. Şəhərdə dörəmi 5 dəqiqəyə kitabxanaya çatıb. Uzaq yolu gəlirdim. Kitabxanaçılar mənə yaxınlaşırdı ki, biz 5 dəqiqə, 10 dəqiqə tez çıxarsınız, biz də tez çıxaq. İnanın, Axundov kitabxanasından danışıram, vəziyyət belə idi. Sonra bizim kitabxanamız bura köçürülənə qədər mənim ora evim idi, kitabxana mənim evim idi. Mən orada, necə deyim sizə, mənim dünyam idi də, dünyam idi. Elə mən onun üçün məbəd deyirəm ki, kitablar olan yer məbəd olar da. Mən bu kitabımı indi bu sərgidə gördüm, heç mən otaqda götürməmişdim. Mən bu kitabım 2002-ci ildə çap olunub. Sözsüz ki, 2 il qabaqdan tədqiqat başlayıb. O, Öndərin sağlığında çap olunub. Heydər Əliyevə mənəvi estetik dəyərlər. Bu adda dünyada belə bir termin olmamışdı, mənəvi estetik dəyərlər. Mən Ulu Öndər haqqında ilk kitabı Elmlər Akademiyasında yazan adamım. Bax, bu Elmlər Akademiyasında, Milli Elmlər Akademiyamızda Heydər Əliyev haqqında ilk tədqiqatı Xatirə Quliyeva yazıb. Ondan sonra nazirlər də yazdı, necə də, yəni məmurlar da yazdı, görkəmli alimlər də yazdı, institut direktoru, amma ilki məndir. Mən Heydər Əliyevi öyrəndikcə, elə bil ki, Azərbaycanın tarixini öyrənirsən. Sən dərin bir şəxsiyyətlə tanış olursan. Dahi, axır mən Heydər Əliyevin dahiliyini 2024-cü ildə çap olunan Heydər Əliyevin böyük siyasət yolu. Bu kitab Heydərizm olacaqdı. Məsləhət bilmədi akademiyanın rəhbərliyi. Dedilər ki, Heydər Əliyevin böyük siyasət yolu olsun. Mənim bu kitabımın ön sözünün müəllifi, elmi məsləhətçisi, Milli Elmlər Akademiyasının prezidenti, elm alim dostu deyirəm, akademik İsa Həbib bəylidir. Mən yəni bu monoqrafiya, sonra bu monoqrafiya, çox sayda məqalələr ingilis dilində və Azərbaycan dilində Heydər Əliyev haqqında. Gəldik, çıxdıq 2019-cu ildə bu adı da İsa Həbib bəyli verib mənə. Heydər Əliyev siyasəti, milli dövlət, milli lider, vətəndaşlıq, mənəviyyat. Mən adının sonunda mənə aid olan fərqli idi. İsa müəllim onu da, vətəndaşlıq, mənəviyyat da İsa müəllimindən mənə yadigardır. Və onu da qeyd edeyim ki, Heydər Əliyevi öyrənəndə Azərbaycançılığı öyrənirsən. Heydər Əliyevi öyrənəndə dövlətçiliyi öyrənirsən, liderlik fəlsəfəsini öyrənirsən. Eyni zamanda yeri gəlsə elə o süni intellekt deyirsiniz, Azərbaycan dünyada bəlkə deyə 5-ci, 6-cı dövlətdir ki, Heydər Əliyevin sayəsində bu ölkədə, bu balaca ölkədə, bu kiçikdir də həcminə görə, demoqrafik baxımından da, ərazi baxımından da kiçik. Amma elə bir qüdrətli iş görüb Heydər Əliyev ki, bugün sizin işlədiyiniz Elm TV-nin özünün də, Elm saytının özünün də 96-cı ildə yaranması bu elə süni intellektə bağlıdır da, texnologiyaya bağlıdır da, elə deyilmi? Bu Heydər Əliyevin sayəsində olubdur. Sonra bu kitabım Heydər Mənəvi Estetik Dəyərlər, bir də götürülmüş olmadı bura. Mənim ilk identiklik, multikulturalizm, dialog fəlsəfəsi, məqalələr toplusu, şöbəmin, rəhbərlik etdiyim şöbənin məqalələr toplusu Amerika Birləşmiş Ştatlarının Konqres kitabxanasında, eləcə də dünyanın bir çox kitabxanalarında artıq bunu indi Azərbaycan İnformasiya Cəmiyyəti işıqlandırdı. Princeton Universiteti var Amerikanın. Bu da dahilərin universitetidir də. Məsələn, mənim indi tədqiqat işim var. Bu il Allahdan arzu edirəm, çatdıra bilim son redaktə işini. Alan Matheson Turing. O müharibəni bir neçə il qabaqladı. Yəni,
çox böyük bir atası sayılır da, ilk makinanı 36-cı ildə Alan Turing yaradıbdır. Müasir dövr tələb edir yeniliyi. Yenilik süni intellektdir. Süni intellekt üzrə konferanslara qatılıram mən. Bir SLS konferans təşkilatında mən üzvüyəm. Onlar mənə seçiblər Azərbaycanlı, hər ölkədən bir nəfər seçirlər. Mən də Azərbaycandan seçiblər. Deməli, hər dəfə onların konferansına yeni mövzularla çıxmalısan ki, maraq doğurasan, daha ölkəni təmsil edirsən. Mən də süni intellekt mövzuları ilə çıxış eləyəndə bir də gördüm ki, Amerikadan gəldi mənə ki, sizin süni intellektin tarixi, metodologiyası, hipotezi, məqaləmiz var, məruzəmiz var. Biz onu çap eləmək istəyirik Amerika-Çin jurnalında. Mən onlara dedim ki, əgər pulla edəcəksinizsə, mən əqli mülkiyyətim üçün pul vermirəm. Dedilər, yazdılar ki, xeyr, biz sizi pulsuz çap eləyəcək. Və onlar mənim bu hatta məqaləmi çap elədilər. Bunu yazanda, süni intellektin tarixini yazanda, Lütfizadə axı bizimdir. Lütfizadə bizim alimimizdir, elədirmi? Mən necə olur ki, Alan Turing'i yazım, Baybici yazım, nə bilim kimi yazım, amma əslən Azərbaycanlı olan Lütfizadə. Başladım Lütfizadədən məqalələr də yazmağa. İndoneziyada mənim çox geniş bir məqaləm Lütfizadənin Azərbaycançılıq ideyası, elə bir də bağlılığı. Ondan çox böyük bir məqaləmi bəyəndilər, çap elədilər. Eyni zamanda çıxışlarım da çox sayda olubdur. İndi mənə dünyada, Kaliforniyadan hər gün mənə məktublar gəlir. Xüsusən Kaliforniyadan çox gəlir. Deməli, mən Lütfizadə kitabını, bu kitabı bir də gördüm ki, İngiltərədən bunu Lambert çap elədi. Amma ilk öncə İngiltərədən, bu da İngiltərədədir. İngiltərədən Cambridge Polygraphian belə bir nəşriyyatdan məktub gəldi mənə. Sizin filan konferansda Lütfizadə haqqında məruzənizi görmüşük. Biz Lütfizadə haqqında kitabınızı çap eləyirik. Böyük bir həvəslə onlarla müqavilə bağladıq. Göndərirlər, printerdən çıxardıram, qol çəkirəm, skaner edirəm, göndərim. Yəni, prosedur belə. Vaxtını da təyin elədilər. Ancaq təhvil verdim. Verəndən sonra dedilər ki, bunun korrektası üçün 800 evro verməlisiniz. Dedim, üzr istəyirəm sizdən, mən özə xəstəyəm, mən həm əqli mülkiyyətə pul vermirəm. Eyni zamanda da yox. Tez oğluna yazdım məktub. Facebookdan götürdüm. Normanda əslində Nərimandır. Sitarə qızının adı olub, Nəriman oğlunun adı olubdur. Gör, necə bir Azərbaycançılıq ideyasına bağlı bir əsilzadəmiz olub. Deməli, mən Lütfizadənin oğlu Normana məktub yazdım, Nərimana. Ki, bəs məndən pul istəyirlər, yoxdur. O da mənə dedi ki, göndərin mənə, onlar olmasın, mən yerləşdirim Amazona. Mənim kitabım orada yerləşdirildi Amazona, indi də satışdadır. Bu tərəfdən mən Lambert modda idi. Bax, görürsünüz, bu boydana mənim kitabımı çap eləyibdi. Deməli, bunlar bu kitabı 7 dənə də dövlətdə çap elədilər. Deməli, Portuqaliyada, İtaliyada, İspaniyada, Fransada, Rusiyada, daha hası, axır 7 dənə də ölkədə çap elədilər. Azərtac verib, hamısı verib bu barədə. Ondan sonra İsa müəllimin yanına bu kitabla əlaqədar məsləhətləşməyə, arsa çapı üçün məsləhətləşməyə gedəndə, deməli, İsa müəllim dedi ki, bizim vətəndaşlıq borcumuzdur Lütfizadəni Azərbaycan dilində çap eləmək. Baxın, İsa müəllim bu kitaba gözünün nurunu qoyub. Deməli, İsa müəllim mənim bu kitabımın da, eyni zamanda bu kitabımın cümlə oxumuş bir şəxsdir. Elmi məsləhətçi boşuna deyil İsa müəllim. Mən, deməli, süni intellektlə əlaqədar, eyni zamanda dövr inkişaf eləyir. Biz elmi biz qəlbə salmamalıyıq. Elm elə bir sahədir ki, o inkişafdadır. Biz də o inkişafın dalıcan getməliyik. Lütfizadənin özü də süni intellektlə insan şuurunun müqayisəsini Lütfizadə süni intellektlə insan şuurunun hansı güclüdür, hansı davamlıdır müqayisəsini aparanda deyib ki, nə olur olsun insan şuurudur. Sonra Alan Turing deyib ki, mən bu makinaları yaratdım. Amma özü insan şuurunun
daha qüvvətli, daha yaradıcı olduğuna inanıb. Mən düşünürəm ki, süni intellekt insanlığa müəyyən böyük bir ziyanı var. Bax, mən də 4-cü sənaye inqilabı da, Azərbaycanda 4-cü sənaye inqilabı, mən bir kitabı götürdüm ki, Azərbaycan alimlərinin, bu da Lambertdə çap olunub da, məqalələri, hə? Burada mənim birinci İsa müəllimin məqaləsi, sonra mənim məqaləmdir ki, süni intellekt kontekstində Dünya Sənaye İnqilabı 4. Süni intellekt kontekstində. Bilirsiniz, dünya 6-cı sənaye inqilabı ilə işləyir. Artıq onun nəticələri var. Bilirsiniz, yerdə əl atıb, insan şuuru olaraq heç nəyi saxlamayıblar. Hər şey dəyişdirilibdir. Bilirsiniz, dəhşətli faktlar var. İndi insanı əvəz edir də, süni intellektin əsas vəzifəsi insan şuurunu əvəz etmək. Təkcə şuurunu əvəz etsəydi, yaxşı idi. İnsanı işçi qüvvəsi kimi əvəz etməyi planlaşdırırsa, yaratdığı robota texnikada süni intellektə aiddir. İnsanı robot kimi, bilirsiniz necə gözəl robotlar yaradırlar? Bir dəqiqə, bir şiştiriklə, əsl məndən sizdən yorulmamağından da əlavə, indi sevgini öyrədirlər ona. Sevgini öyrədirlərsə robota, nifrəti də öyrədəcəklər. Polislər yaradırlarsa, hərbiçilər də yaradacaqlar və onlar alim də yaradacaqlar. Alimlər yaradandan sonra o əsli birdən-birə biz həvəslənirik, yatmırıq gecəni. Sizə mən deyim, siz gənclər, hamı Scopus indeksi bazasında məqalələr haqqında eşidirsiniz, maraqlanırsınız ki, Azərbaycandan neçə alim çap olunur Scopus bazası jurnallarda. Mən bunun dəlikliyim. Axı, nə vaxtdan deyilib ki, insan əqli mülkiyyətini sizə, ona, hamıya yalvarar, ən azı ucuz qiymətə çap eləyər. Nə üçün etməliyəm? Mən bir-birindən dəyərli, elmi düşüncələr verirəm cəmiyyətə, dünyaya. Bizim Ulu Nəsimimizlə bağlı bir kitab diqqətimi cəlb elədi. İmadət Nəsim Mirsi Çağdaş ərəb tədqiqatlarında. Siz həm də Nəsimi ilə bağlı tədqiqatlar aparmışsınız, həm də bir cəmiyyət. Bəli, deməli, mənim Suriya-Azərbaycan Dostluq Cəmiyyətim 2005-ci ildə, deməli 21 ildir fəaliyyət göstərir. Suriya ilə də bağlı heç bir başqa cəmiyyət yoxdur. Cənab Prezident 2018-ci ili Nəsimi, İmadəttin Nəsiminin 600 illik yubileyi ilə əlaqədar Nəsimi ilə elan elədi. Bu mənim üzərimə 2 qat məsuliyyət qoydu. Mən Suriyada tanıyıram tədqiqatçıları, amma Suriya bombardıman altındaydı, düzdür. Mən, bax, görürsünüz, Çağdaş ərəb tədqiqatlarında kim Nəsimidən yazıb, ərəblər də var, türkmənlər də var. Mən onları toplamışam, eyni zamanda Suriyaya müraciət eləmişəm öz əlaqələrimlə. Oradan Nəsiminin vəziyyətini götürmüşəm bura, 525-ci qəzet, Respublika qəzeti, geniş miqyasda veriblər, Xalq qəzeti də vermişdi. Və tək bu deyil, orada Abdülfattah Kallaji adında bir Suriya alimi yazıçısı olub, Nəsimi haqqında ilk əsəri yazıb. Tək Nəsimi yox, bunu mən bilirəm ki, Surəvərdi haqqında da yazıbdır. Digərləri də türk filosofları haqqında yazıbdır və mən ona əlaqə açdım, o mənə həmin əsərini göndərdi. Mən onu ön sözümlə orijinalda çap elətdirmişəm. Ondan da başqa çox kültürlüyün qədim körpüsü Nəsimi bir kitabda, indi monoqrafiyamda var. Vaxt eləyib, onu da kitab kimi təqdim eləyəcəm xalqımın elm tarixində. Nəsimi bizim elə bir parçamızdır. Amma o da bir işarədir ki, Nəsimi necə gedib ora? Mənim bir məqaləm var, Bursada çap olunur, Qayğır jurnalı, onlar da çap elədilər. Əsl mənada Nəsimi adının mənası, bir dənə Nəimi ilə Nəsimi arasında S hərfi fərqi var, ortada S, bu sir deməkdir. Bu Nəsiminin sirri, biz bunu açmaq üçün mən çalışmışam. Niyə Azərbaycan? Məsəl üçün, İraqda da var da, hürufilər var idi də. Nəyə görə Nəsimi?
Heç Nəsimi İraqa getməyibdi. Nədən Nəsimi bu qədər məşhurlaşmış oldu? Bir dənə də Lamia Alcəssər var. O Suriyada, Hələbdə, Nəsimin məqbərəsi oradadır da. Onun məqamının tədqiqatçısıdır. Santimetrlərlə necədir quruluşu? Lamia Alcəssəri tapıb Xatirə Quliyeva. Xahiş minnətlə ondan getirmişəm. Bir o tədqiqatını çap eləmişəm Respublika qəzetində. Allah rəhmət eləsin, Teymur müəllim çap elədi. Görün hansı işləri görmüşəm. Lamia Alcəssər indi 82 yaşı var idi 2019-da. İndi varmı, yoxmu? Üstəlik Osmanlı abidələri məqaləsini götürmüşəm, çap eləmişəm. Sonra Ər-Rəhman Casserdir o da. Onun məqalələrini vermişəm 525 qəzetində. Teymur müəllim zəng gelib ki, bu məqalə maraq doğurubdur. Nəsimi bizi gözləyir. Göndərmişəm, onda da çap olunub, Xalq qəzetində çap edib. Elə vacibi işlərdir, elə vacibi mövzular. İndi Alan Turingi mən tədqiq eləmişəm, o da kitab hazırdır. Alan Turingi hamısı İngilis bilib, İngilis olmadığını, yaxud olduğunu sübut eləmişəm Alan Turingin. Alan Turingdə ölmədiyini sübut eləmişəm. Necə qaçıb İngiltərədən Amerikaya aparıblar onu, o xüsusi bir alim olub da. Deməli, mənim akademiyaya yanan bir qəlbim var. Mən problemləri görürəm akademiyada. Sizin efir vasitəsilə də deyərdim ki, bizim alimə, elmə yanan akademik sahibi bəylimiz var, prezidentimiz var. O bilir, mən tənqid eləyəndə, mən çox tənqidlər də eləyirəm. Mənə yəni problem yaratmır ki. Ancaq gəlin düzünü danışaq da, çox cüzi maaş alırıq. Və daimi olaraq biz o düşüncənin altındayıq. Daimi olaraq ki, akademiya bağlanacaq. Niyə? Niyə? Akademiya həm akademiyadır bağlanmasın, həm ulu öndərin bizə ərmağanıdır. Biz o etimadı doğrultmalıdır. Sizə bu böyük elmi fəaliyyətinizdəki, bax bu bir qismi... Hələ bir qismidir burada. Bir qismini biz burada görürük. Mən otaqda da bir xeyli hissəsi qaldı, amma həqiqətən insan təəccüblənməyə bilməz ki, insan bu cür zəhmət çəkib, bu cür kitablar ərsəyə gətirir. Mən buna görə sizə təşəkkür edirəm bir Azərbaycan vətəndaşı kimi, bir media nümayəndəsi kimi. Sizə öz elmi yaradıcılığınızda, fəlsəfi fəaliyyətinizdə daim uğurlar arzulayıram. Yazın, yaradın, bizim millətimizə xidmət edin. Təşəkkür eləyirəm. Mən də Elm TV-yə uzun ömür arzulayıram. Belə, hörmətli tamaşaçılar, bugünkü verilişimizin qonağı Milli Elmlər Akademiyası Fəlsəfə Sosiologiya İnstitutunun şöbə müdürü, fəlsəfə elmləri doktoru Xatirə Quliyeva idi. Sağ olun, gələn görüşlərə dək.